Salam dostlar, bu günləri gəlmişik Mollabaşında bir dənə tarixi bulağa. Ərdəbilin qidmətli tarixi ilə əl-ələ sürtüb. Bura gözəl Axundudur, Mollabaşındadır. Və rivayətdir ki, bura Anahitah ya müqəddəs bulağa adlanıbdır ki, qədim zaman hətta buradan da Ərdəbilə küzələrlə su aparıymışlar və İranda ki yox, şayət dünyanın hər tərəfində əvvəl lüləkeş ki dünyada şayət olub, buradan olub demiş və evlərin qapısından rədd oluymuş. Dostlar, burada bir dənə baver var imiş ki, əgər bir xanım hamilə olmasaymış, ya istəsəymiş oğlan uşağı doğa, gələrmiş və bu sudan yunarmış. Ona xatir istərmiş ki, ərinə deyə ki, məni apar bu bulaqda yunum, utanarmış və bir şeylə deyərmiş, o yana döndər məni, bu yana döndər məni, istəsən oğlandığa, gözəl Axunduya göndər məni. Dostlar, gələ biz əl-ələ verək və hüviyyətimizi, tariximizi tanıtdıraq. Sağ olasın.